Bir filmin tək bir cümləsi bəzən böyük müzakirələrə səbəb ola bilər. Məsələn, Ayıq Sürücü filmində Buzovna qəsəbəsinin adı mənfi kontekstdə səslənib və bu sakinlərin narazılığına səbəb olub. Kino çəkirsiniz, yoxsa kəndi biabır eləmək istəyirsiniz? Bu kinodur. Buna minlərlə adam baxır, milyonlarla adam baxır. Sən Buzovnanı təhqir etsən. Bu açıq, aydın təhqirdir. Bu açıq, aydın Buzovna cəmaatına söyüşdür. Buzovnanın adı gedir. Özdə məhz Buzovnada mövcud olan ünvan Ayna Sultanova küçəsinin adı gedir ki, artıq məsxərəyə dönmüşük. Yəni bu çox ciddi bir məsələdir. Nəinki Buzovna kəndində, hətta ətraf kəndlər, bütün kəndlərdə narazıçılıq vardı bu barədə. Yəni bu filmin milli mənəvi dəyərlərimizə ziddir bu. Xahiş edirik ki, o filmi silsinlər. Buzovnalıların şərəf və ləyaqətinə toxunmusan, alçalmısan. Və senarist Əli Ucal onları axmaq adlandırıb. Yazmışsan ki, Buzovnada bir oğuz axmaq. Buzovnalılar o vaxt axmaq olardı ki, sənin çəkdiyin bu filmə göz yumardı. Baxdım, indiyə də özümə gələ bilmirəm. Kimə lazımdır bunlar hamısı? Tör-tökündür deyə. Bu film deyil. Buzovna çox balaca bir yerdir. Orada elə bir adam yoxdur ki, balacan kimi böyüyə birini tanımasın. Yoxsa sən istiqamətləndirməlisən ki, bu yerdə, bu məkanda belədir. Buna film demək olmaz və bu filmi ümumiyyətlə ləğv eləmək lazımdır. Epizodu çıxartmaq azdır. Ümumiyyətlə bizdə sənət sahəsinin film olsun, ədəbiyyat olsun, inkişaf eləməməyinin səbəblərindən biri də elə bu daxili əxlaq senzorlardır, əlbəttə dırnaq içində. Azərbaycanın hər kəndində, hər küçəsində, hər dalanında belə bir xala var və heç kim bir məhəllənin, bir dalanın əxlaqına cavabdeh ola bilməz. Dalanda, məhəllədə yaşayan qadınların, kişilərin əxlaqına cavabdeh ola bilməz. İmkan verin, cəmaət filmini çəksin, hekayəsini yazsın, senarisini yazsın. Filmin senaristi Əli Ucal isə bildirdi ki, heç ağlımıza da gəlməzdi ki, bu məsələ kimisə narahat edə bilər. Azərbaycanın bütün bölgələrində yaşayan insanlara böyük sayğı duyuram. Həmçinin Buzovnalılara. Filmdəki bir qəhrəman sadəcə Buzovnada yaşayır. Heç oralı da deyil. Bizi qınayırlar ki, niyə şərti ad qoymamışsınız? Axı bizim məqsədimiz odur ki, film mümkün qədər reallığa yaxın olsun. Əgər bizim səhvimiz olsa, mən bütün səmimiyyətimlə üzr istəyərdim. Ancaq biz hər hansı səhv etməmişik ki, ona görə üzr istəyək. Bunu normal düşüncəyə sahib hər kəs təsdiq edir. Səmimiyyətimi göstərmək üçün növbəti filmlərimizdə mənfi bir qəhrəmanı öz bölgəmdən göstərməyi də düşünürəm. Buradan üzümü hörmətli Buzovna sakinlərinə tutaraq deyirəm. Əgər sizi istəmədən incitmişiksə, haqqınızı halal edin. Ancaq əmin ola bilərsiniz ki, heç ağlımıza da gəlməzdi ki, bu məsələ kimisə narahat edə bilər. Lütfən, filmə film kimi yanaşaq.